Salamlar, vaxtınız xeyir olsun. Biz bu 7-ci coğrafya kitabından bölmə 2.1 yerin daxilində nə var mövzusuna baxacağıq. Gəlin vaxt itirmədən mövzuyla tanış olaq. Dedik ki, yerin daxilində 3 əsas təbəqə vardır. Yer qabığı, mantia və nüvə. Dedik ki, yerin daxilində neçə təbəqə var? 3 təbəqə var. Bunlar hansılardır? Yer qabığı, mantia və nüvədir. Gəlin nüvə ilə tanış olaq. Nüvə yerin mərkəzində yerləşir. Ən yüksək sıxlığa malikdir. Nüvə daxili və xarici nüvələrə bölünür. Nüvədəki temperatur günəşin səthindəki temperaturlar təqribən eynidir. Nüvə haqqında məlumat əldə elədik. İndi isə gəlin onu daha yaxından təhlil edək. Nüvə dedik harda yerləşir? Yerin mərkəzində yerləşir. Daha sonra ən yüksək sıxlığa malikdir. Bunda yazdıq. 1 yerin mərkəzində yerləşir. 2 yüksək sıxlığa malikdir. Və dedik ki, nüvə daxili və xarici nüvələrə bölünür. Bu oldu bizim 3-cü məlumatımız. Daha sonra dedik ki, nüvədəki temperatur təqribən günəşin səthindəki temperatura bərabərdir. Bu da oldu bizim 4-cü məlumatımız. Nüvə haqqında oldu məlumatımız. Bunlar oldu ki, yerin mərkəzində yerləşir, ən yüksək sıxlığa malikdir. Nüvə daxili və xarici nüvəyə bölünür. Nüvədəki temperatur günəşin səthindəki temperatura bərabərdir. Yəni təxminən təqribi bərabərdir. İndi gəlin mantia haqqında məlumat əldə edək. Mantia latınca örtü işləməkdir. Mantia silisium, oksigen, dəmir və digər maddələrdən təşkil olunmuşdur. Bu təbəqə alt və üst mantiyadan ibarətdir. Üst mantia maddələr qatı və maye halındadır və daim hərəkət edir. Bu isə yer qabığında mantia üzərində hərəkət etməsinə səbəb olur. Mantia təqribən dünya okeanındakı qədər su olduğu güman edilir. Mantia haqqında məlumat aldıq. Gəlin indi mantiyanı daha yaxın təhlil edək. Dedik ki, mənası deməkdir, latınca örtük deməkdir. Daha sonra mantia nələrdən təşkil olunur? Baxaq, silisium, oksigen, dəmir və digər maddələrdən təşkil olunmuşdur. Bu oldu bizim 2-ci məlumatımız. Daha sonra bu təbəqə alt və üst mantiyalardan ibarətdir. Bu oldu bizim 3-cü məlumatımız. Dedik ki, üst mantia maddələr qatı maye halındadır və daim hərəkət edir. Yəni sıxlığı nisbətən alt mantiyaya nisbətən azdır və daim hərəkət edir və bu da yer qabığının mantia üzərində hərəkət etməsinə səbəb olur. Bu oldu bizim 4-cü məlumatımız. Və mantiyada təqribən dünya okeanında qədər su olduğu güman edilir. Bu da oldu bizim 5-ci məlumatımız. Gəlin bir də təkrar edək. Mantia nədə oldu? Latınca örtük deməkdir. Mantiyanın tərkibində silisium, oksigen, dəmir və digər maddələrdən təşkil olunur. Bu təbəqə alt və üst mantiyalardan ibarətdir. Üst mantiya dedik ki, maddələr qatı maye halındadır və daim hərəkət edir. Bu isə yer qabığının mantia üzərində hərəkət etməsinə səbəb olur. Mantia təqribən dünya okeanındakı qədər suyun olduğu güman edilir. Bu oldu bizim mantia haqqında məlumatımız. Həmçinin bunu da qeyd edeyim ki, dərinliyə getdikcə sıxlıq da artır. Ona görə də üst mantia alt mantiyaya görə daha maye halındadır. Bu da biz praktiki cəhətdən izah elədik. İndi isə yer qabığı haqqında məlumata baxaq. Yer qabığı yerin üstbərk təbəqəsidir. 2 tipə bölünür. Kontinent və okean. Kontinent tipli yer qabığı qalınlığı orta hesabla 30-40 km bərabərdir. Dağların altında onun qalınlığı 70 km çatır. Okean tipli yer qabığının qalınlığı isə 5-10 km bərabərdir. İndi isə yer qabığı məlumatını daha yaxına təhlil edək. Dedik ki, yer qabığı yerin üstbərk təbəqəsidir. 2 tipə bölünür. Dedik ki, hansılardır? Kontinent və okean. Kontinentdə biz bəzi testlərdə materik tipli yer qabığı kimi də rastlayacağıq. Yəni ikisi də doğrudur. Həm kontinent, həm də materik tipli yer qabığı da deyə bilərik. Daha sonra kontinent tipli yer qabığı qalınlığı orta hesabla 30-40 km bərabərdir. Dağların altının qalınlığı 70 km çatır. Yəni dedik, orta qalınlığı 30-40 km bərabərdir. Dağların altının qalınlığı 70 km çatır. Okean tipli yer qalınlığı isə daha nazikdir. Təqribən 5-10 km bərabərdir. İndi isə mətni oxuduq. Gəlin mətnə dair sualları cavablandıraq. A və B şəkillərindən əsasən sualları cavablandırın. Gəlin cavablandıraq. A şəklinə görə yerin daxili qatlarını təsvir edin. A şəklinə görə A-da deyir ki, A şəklinə görə yerin daxili qatlarını təsvir edin. Bu bizim A şəklimiz. Baxaq ki, birinci daxili nüvə, daha sonra xarici nüvə,
Sonra gəldi bizdə alt mantiya, üst mantiya və yer qabığı. Yer qabığı da birinci gəldi okean, daha sonra isə gəlir kontinentin tipli yer qabığı. İndi isə gəlin B-yə baxaq. A şəklinə əsasən cədvəl tamamlayın. Nüvənin qalınlığı, mantiyanın qalınlığı, xarici nüvənin qalınlığı və daxili nüvənin qalınlığını bizdən istəyir. Gəlin baxaq. Nüvənin qalınlığını tapmaq üçün biz 2900-dən, baxın bir hissədən, baxın bir hissədən çıxacaq və nüvənin qalınlığını tapacaq. 2900 çıxılsa 6371, o da bizə bərabərdir. Eləyəcək 3471 km. Nüvənin qalınlığı oldu 3471 km. Daha sonra mantiyanın qalınlığına baxaq. Elə mantiyanın qalınlığını qıraqda verib, baxın elə 2900 km verib. Gəlin elə yazaq. Mantiyanın qalınlığı oldu bizdə 2900 km. Tam dəqiqini tapmaq istəsək 2900-dən 90 çıxarıq. Tam dəqiq bir rəqəm əldə edərik. Yəni 2810 km. Bu da onların mantiyanın qalınlığı. Təqribi elə burada verim 2900 km mantiyanın qalınlığıdır. Daha sonra xarici nüvənin qalınlığına baxaq. Xarici nüvə baxın budur. Bu hissəni bizdən istəyir. Biz tapan zaman çıxarıq 5140-dan 2900-ü. O da eləyir bizdə 2240. Oldu bizdə xarici nüvənin qalınlığı 2240 km. Daha sonra daxili nüvənin qalınlığına baxaq. Daxili nüvə isə baxın bu 5140-dan 6371 km arası yerləşir. Bu hissəni bizdən soruşur. Onda biz 6371 çıxılsa 5140. O da biz eləyəcək 1231 km. Bu oldu bizdə nə? Daxili nüvənin qalınlığı. Dedik ki, nüvənin qalınlığı oldu 3471 km. Mantiyanın qalınlığı oldu 2900 km. Xarici nüvənin qalınlığı oldu 2240 km. Daxili nüvənin qalınlığı oldu 1231 km. İndi isə gəlin digər suallara keçək. Buranı təmizləyim. Sonra deyir ki, B-yə görə, C-də deyir ki, B-yə görə yer qabığının hansı qatlardan ibarət olduğunu müəyyən edin. B, baxın, fikir verirsə yer qabığı bazalt, qranit və çökmə qatdan ibarətdir. Lakin fikir verirsinizsə, okean tipli yer qabığında kontinentin tipli yer qabığından fərqli olaraq 2 dənə qat mövcuddur. Bunlar bazalt və çökmə qatdır. Yəni okean tipli yer qabığında qranit qat mövcud deyil. Lakin kontinentin tipli yer qabığında, yəni materik tipli yer qabığında həm bazalt var, həm qranit qat var, həm də çökmə qat mövcuddur. Yəni dedik ki, okean tipli yer qabığında bazalt qatı və çökmə qatı mövcud olduğu halda qranit qat mövcud deyil. Materik tipli, yəni kontinentin tipli yer qabığında bazalt qatı, qranit qatı və çökmə qat mövcuddur. Yəni hər üç qat da özünü materik tipli yer qabığında göstərir. Daha sonra D-yə baxaq. Deyək ki, B şəklinə görə kontinentin və okean tipli yer qabığı necə fərqlənir? Elə şəkildə bir izah elədik. Yəni okean tipli yer qabığında 2 qat mövcuddur. Bazalt qatı və çökmə qat. Amma kontinentin tipli yer qabığında 3 qat mövcuddur. Yəni bazalt qat da var, qranit qat da var, çökmə qat da var. Yəni dedik ki, kontinentin tipli yer qabığında 3 qat mövcuddur. Bunlar bazalt, qranit və çökmə. Okean tipli yer qabığında isə 2 qat mövcuddur. Bunlar isə bazalt və çökmə qat aiddir. Daha sonra ikinci tapşırığa baxaq. B və C-yə əsasən suallar cavablanır. Bizim B şəklimiz. Bu da bizim C şəklimiz. Gəlin belə, aha. Deyək ki, A-da deyək ki, yer qabının ən nazik və ən qalın olduğu yerlər səhifə 86 və 87-də dünyanın fizik xəritəsi tapın. Mən adlarını deyəcəm, siz özünüz xəritədə onları taparsınız. Ən qalın yer Everest dağı olacaq, ən nazik isə Mariana çökəyi olacaq. Siz bunları xəritədə taparaq qeyd edirsiniz. Daha sonra baxaq. B-yə baxın, nə üçün ən qalın və ən nazik yer qabığı C təsvir edilən ərazilər hesab olunur? Nə üçün ən qalın və ən nazik yer qabığı? Baxın, fikir verirsə, Everest dağı dünyanın ən hündür zirvəsidir. Ona görə ən qalın hissəsi, baxın, görürsünüz elə 90 km necə deyirlər? Yer qabığında 90 km yer göstərir. Yəni qalınlığı 90 km bərabərdir.
Amma Mariana çökəlində isə yer kürəsinin ən dərin çökəlliyi olduğu üçün bura üst mantığa daha yaxın olduğu üçün bu ərazidə qalınlıq 5 kilometrə bərabərdir. Yenə dediyim kimi Himalay dağı yer kürəsinin ən hündür zirvəsi olduğuna görə qalınlıq daha yüksək olacaq. Yəni üst mantıqdan daha uzaq yerləşdiyi üçün bu Himalay dağlarının, yəni dağlarda qalınlıq daha çox olur. Lakin Mariana çökəkliyi dünyanın ən dərin çökəkliyi olduğu üçün üst mantığa daha yaxın yerləşir və bu nəticəsində onun qalınlığı daha azdır. Yəni 5 kilometrə bərabərdir. İndi gəlin digər suallara baxaq. C-dəki hansı məntəqə vulkan püskürməsi ehtimalı daha çoxdur? Təbii ki, biz dedik ki, Mariana çökəkliyində vulkan püskürmə ehtimalı daha yüksəkdir. Bunun səbəbi də üst mantığa, yəni maqma ocaqlarının daha yaxın yerləşməsidir. Həmçinin bu ərazi nazik olduğu üçün vulkan püskürmə ehtimalları daha yüksəkdir. Bu oldu bizim C-nin sualları. İndi isə gəlin dərsimizə davam edək. Yerin daxili təbəqələr müxtəlif tərkibə, temperatura və təzyiqə malikdir. Buna görə də burada mürəkkəb proseslər baş verir. Onlar yer səthinin quruluşuna və formasına təsir edir. Yer səthində bu proseslər müxtəlif təbiət hadisələri təzahür edir. Belə hadisələrdə yerin ani tərpənməsi, yer səthində odlu mayın axması, çatıların yaranmasına və s. aid etmək olar. Həmçinin bizdə şəkil də verib, D şəklində gəlin yaxından baxaq. Yer qabında deyir ki, yer qabığı suxurlardan ibarətdir və kövrəkdir. Daha sonra üst mantıya vulkanların ocağı burada yerləşir. Sonra mantığın alt hissəsi təzyiq yüksək olduğu üçün burada maddələr ərimir. Sonra baxaq da xarici nüvəyə baxaq. Dəmir və nikeli yüksək temperatura malikdir və ərimiş haldadır. Daxili nüvədə isə bərk olduğu üçün daha çox sıxlama malikdir. İndi mətni oxuduq. Gəl mətni daha yaxın təhlil edək. Dedik ki, yerin daxili təbəqə müxtəlif tərkibə və temperatur və təzyiqə malikdir. Yəni dərinliyə getdikcə həm təzyiq, həm temperatur artır. Və bu nəticəsində burada müxtəlif proseslər baş verir və bu proseslər daha mürəkkəb olur. Onlar bu proseslər də yer səthinin quruluşuna və formasına təsir edir. Yer səthində bu proseslər müxtəlif təbiət hadisələri kimi təsəvvür edir. Belə hadisələr yerin ani tərpənməsi, yəni zəlzələ, odlu mayın axması, vulkan püskürməsi, çatıların yaranması da gətirib çıxarda bilir. Yəni dedik ki, yer kürəsində hansı formalar yarada bilər? Yəni yerin tərpənməsi, yəni zəlzələ, odlu mayın axması, vulkan püskürməsi, daha sonra çatılar yaranması gətirib çıxarda bilir. Həmçinin burada şəkildə də qeyd olunduğu kimi, D şəklində bizdə burada daha dəqiq məlumatlar verir. Yer qabığı suxurlardan ibarətdir və kövrəkdir. Digər hissələrə görə daha kövrək və tez parçalanan suxurlardan ibarətdir. Daha sonra üst mantığı haqqında deyilir ki, vulkanın ocaqları burada yerləşir. Yəni vulkanlar əsasən üst mantıqdan qidalanır, yəni maqma ilə qidalanır. Daha sonra mantığın alt hissəsi təzyiq yüksək olduğu üçün maddələr ərimir. Yəni dedik ki, dərinə doğru getdikcə təzyiq artır və maddələr kip halda olur və ərimir. Daha sonra daxili nüvəyə baxaq. Bərk olduğu üçün daha çox sıxlığa malikdir. Daxili nüvə dedik ki, xarici nüvədən başlayaq. Dəmir və nikellərdən yüksək temperatura malikdir və ərimiş haldadır. Yəni dedik ki, temperatur yüksəkdir. Daxili nüvəyə nisbətən təzyiq burada azdır və burada maddələr əriməyə macal tapır və bu maddələr burada ərimiş haldadır. Daxili nüvə isə bərk olduğu üçün daha çox sıxlama malikdir və ərimiş halı deyil. İndi isə gəlin sualları cavablandıraq. Üçüncü sualda deyir ki, D şəklinin mətninə əsasən sualları cavab verir. Nə üçün 3 mantığa vulkan ocağı sayılır? Gəlin baxaq. Dedik ki, üst mantığı haqqında baxaq. Dedik ki, vulkanın ocaqları burada yerləşir və vulkanlar əsasən burayla qidalanır. Həmçinin yer qabığına daha yaxın yerləşdiyi üçün vulkanik proseslər bu hissədə daha aktiv şəkildə həyata keçir. Yəni bir təkrar edək. Nəyə vulkan ocaqları dedik ki, nə üçün üst mantıqda vulkan ocaqları mövcuddur? Dedik ki, vulkanların əsas qida mənbəyi üst mantıqdadır. Yəni maqma ocaqları burada yerləşir. Həmçinin üst mantığı yer qabığına daha yaxın yerləşdiyi üçün burada vulkanik proseslər daha aktiv şəkildə həyata keçir. Daha sonra B-yə baxaq. Deyək ki, hansı təbəqə daha ağır və hansı daha yüngül olar? Bunların səbəbini izah edin.
Dedik ki, daxilə getdikcə sıxlıq və təzyiq artır. Bu nəticəsində də hansı təbəqə daha ağır olar? Təbii ki, daxili nüvə daha ağır olar. Deyək ki, təzyiq yüksəkdir və sıxlıq da çoxdur və ona görə daxili nüvə daha ağır olar. Bəs dedik ki, və hansı daha yüngül olar? Bu səbəbin ola bilər. Yüngül ola bilər, məsəl üçün yer qabığı yüngül ola bilər. Daha sonra yüngül ola bilər, xarici nüvə yüngül ola bilər, üst mantiyə yüngül ola bilər. Buradakı üst mantiyə və xarici nüvədəki maddələr ərimiş halda olduğu üçün təzyiq nisbətən daxili və alt mantiyə, daxili nüvə və alt mantiyaya görə həmin ərazilərdə təzyiq az olduğuna görə burada maddələr əriməyə macal tapır və bu nəticəsində sıxlıq azalır. Ona görə də maddələrin ağırlığı daha azdır. Həmçinin yer qabığında da süxurların tərkibi digər qatlara nisbətən daha yüngüldür və azdır. Daha sonra baxaq. C-yə baxaq. Nə üçün daxili nüvədə maddələr bərk, xarici nüvədə isə maye halındadır? Biz bunu yenə dedik ki, daxili nüvədə təzyiq yüksək olur. Daxilə getdikcə təzyiq və temperatur artır. Bu nəticəsində maddələr küp halında olur. Lakin xarici nüvədə isə nisbətən təzyiq daxili nüvəyə görə azdır. Buna görə də burada maddələr əriməyə macal tapır. Yəni belə. İndi isə dördüncü tapşırığa baxaq. A, B, C, D şəkillərin əsasən yeni qatlarında oxşar xüsusiyyətlərini LRV diaqramında qruplaşdırın. Gəlin qruplaşdıraq. Baxın, bu bizim A şəklimiz, B şəklimiz, daha sonra C şəklimiz və D şəklimiz. Gəlin qruplaşdıraq. Yer qabığı haqqında gəlin məlumatlar verir. Yer qabığı dedik ki, yer qabığı dedik kontinental və okean tipli yer qabığına bölünür. Həmçinin yer qabığında bu qatlar mövcuddur. Bazalt qatı, qranit qatı və çökmə qatı mövcuddur. Həmçinin dedik ki, süxurlardan ibarətdir, kövrək süxurlardan ibarətdir. Yer qabığı haqqında məlumatımız oldu. Kövrək süxurlardan ibarətdir. 2 qatdan ibarətdir. Kontinent və okean tipli yer qabığına ibarətdir. Həmçinin bunlar da öz-özlüyündə 3 qatdan ibarətdir. Okean tipli yer qabığı 2 qatdan, materik tipli yer qabığı 3 qatdan ibarətdir. Bu qatlar bazalt, qranit və çökmə qatdan ibarətdir. Daha sonra mantiyaya baxaq. Mantiya haqqında da məlumatımız ola bilər. Mantiya alt üst mantiyaya bölünür. Üst mantiyada vulkan ocaqları yerləşir. Daha sonra nüvə haqqında məlumat verirsək, nüvə özü 2 hissəyə bölünür. Daxili və xarici nüvəyə bölünür. Həmçinin burada yeri mərkəzində yerləşirlər. Nüvə yeri mərkəzində yerləşir. Bu oldu nüvəyə aid məlumatımız. Daha sonra mantiya və yer qabığına oxşar xüsusiyyət. Dedik ki, baş verən proseslər bir-birinə təsir edir. Məsəl üçün, mantiyada baş verən proseslər, vulkan püskürmələri, zəlzələ və digər hadisələr yer qabığına təsir edir. Bunlar ortaq xüsusiyyətdir. Həmçinin vulkan püskürmələrində biz bu yer qabığı mantiyada ortaq xüsusiyyət kimi götürə bilərik. Daha sonra nüvə və mantiyaya ortaq xüsusiyyət kimi götürə bilərik ki, daxilində maddələr həm ərimiş, həm də küp halında ola bilirlər. Biz bura ikisini götürə bilərik. Dedik ki, nüvə ilə mantiya arası oxşar xüsusiyyət nə oldu? Hər ikisində həm maddələr ərimiş halda və küp halda ola bilir. Yer qabığı və nüvə haqqında məlumat nüvəyə oxşar xüsusiyyət götürsək, biz deyə bilərik ki, yer səthinin qatlarıdır. Həm bu hər ikisi biz bunu götürə bilərik. Uzağa getdi. Baxın, buradadır. Yer qabını biz nüvəyə götürə bilərik ki, hər ikisi 2 hissəyə bölünür. Daxili hər ikisi 2 qatdan, hər ikisi 2 kərə bölünür. Nüvə daxili və xarici nüvəyə, yer qabığı isə bölünür. Kontinent və okean tipli yer qabığına.
Daha sonra hər kəs üçün oxşar xüsusiyyət kimi götürərik ki, hər biri yerin müəyyən bir hissəsini təmsil edir. Məsəl üçün, yer qabığı yer səthindəki süxurları təmsil etdiyi halda, məsəl üçün, nüvə daxildəki prosesləri təmsil edir, həmçinin mantiyada olduğu kimi. Bu da oldu ortaq xüsusiyyət. Daha sonra B və C şəkillərində əsasən cədvəldə verilmiş məntəqədə xüsusiyyətlərini qeyd edin. Himalay dağlar, Marian çökəkliyi. Yer qabığının tipini deyir bizdən. Hansı tipə ola bilər? Himalay dağlar olacaq kontinent tipli yer qabığı. Marian çökəkli olacaq bizdə isə nə olacaq? Marian okean tipli yer qabığına bölünəcək. Deyək, Himalay dağları kontinent tipli yer qabığı, Marian çökəkliyi oldu. Okean tipli yer qabığına bölündü. Hansı qatlardan ibarətdir? Dedik ki, kontinent tipli yer qabığı hər üç qatı özündə barındırır. Bunlar hansılardır? Bazaltdır, daha sonra qranitdir, ən axırıncısı çökmə qatdır. Yəni dedik ki, Himalay dağlarında hansı qatlar olacaq? Həm bazalt olacaq, həm qranit olacaq, həm də çökmə süxurları, həm çökmə qatlar özünü burada göstərəcək. Marian çökəkliyində bilirik ki, okean tipli yer qabığında qranit qat mövcud olmur. Burada yalnız bazalt və çökmə süxur mövcuddur. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək.